Bismillahirrahmanirrahim. Görmedilərmi ki, onlardan önce biz necə kavimləri həlak etdik? Bu yerdə sizə verdiyimiz imkanları, bədən gücü, mal bolluğu, kabilənin büyüklüyü, izzətli olmaq, ömrün uzunluğu, hükümət, güc vs.yi onlara vermiş və üzərlərinə bol-bol yağmur göndərmişdik. Irmaqları ayaqlarının altından akar hale getirmiştik. Öyleyken onları günahları səbəbilə həlak etdikdə arkalarından başqa nəsillər yaratdıq. En'am surəsi 6-cı ayət kərime. Quran-ı Kerimdə bir çox qavimlərdən bahs edilmişdir. Yəni Səmud qavmi, Ad qavmi kimi günah işləyib həlak olan qavimlər vardır. Hətta Lut aleyhisselamın qavmi ki bu günümüzdə də, yəni tarixdən bəri işləməkdə olub gələn bu günümüzdə də bu Yahudi ırkın böyük günah işlədiyi, Allahın qazabına maruz olduğunu yine Allah-u Teala başqa bir ayət kərimədə bildirmişdir. Elhamdülillah, Allah'ın yarattığı qavimlər arasında en şərəflisi ümməti Muhammed'dir. Varlıqlar arasında, insanlar arasında ki Allah-u Teala yine bir ayət kərimə ilə bunu təsdiqləmişdir. Şudur ayet kelime. Bismillahirrahmanirrahim. Kuntum khayra ümmetin ukhrijat lin-nas ve tekmuruna bil ma'ruf ve tenhevna anil münker ve tu'min billah. Siz ümmətlər içərisindən çıxarılmış en hayırlı ümmetsiniz. Çünkü iyiliği emreder ve kötülüklerden men edersiniz, yasaklarsınız ve Allah'a iman edersiniz. Bu sebeple Allah katında değerliyiz. Elhamdülillah.